Salam əziz müəllimlər, sizə aktiv sinfi necə yaradacaqsınız, onunla bağlı video çəkirik. Demək, profilinizdə gəlirsiniz birinci mərhələyə. Məsələn, bu müəllimədə, Zərnigar müəllimədə ikinci sinfində aktiv sinif sistemi yarada bilir. Bu şagirdlər, deməli, gəlirsiniz ən axıra. Daha doğrusu nəticə hissəsinə. Buradan nəticələr hissəsinə gəlirsiniz. Baxırsınız, 50%-dən yuxarı nəticə toplamış şagirdləriniz finalda iştirak haqqı qazanır. Buradan siz şagirdlərə məlumat verirsiniz. Ödəniş etməyi istəyən, finalda iştirak etməyi istəyən şagirdlərin sayı 10 nəfərdirsə, 10 və plus. Hər bir şagirddən 10 azından ödənişi toplayırsınız, öz kartınıza yüklüyorsunuz. Daha doğrusu, daha sonra buradan keçirsiniz, ödəniş səhifəsinə keçin. Ödəniş səhifəsinə keçinə basırsınız. Buradan hansı şagirdlər? Misal deyək ki, Zərnigar müəllimə riyaziyyat fənnindən, Zərnigar müəllimənin şagirdləri riyaziyyat fənnindən aktiv sinif sistemi yaratmaq istəyir. Buradan gəlin, misal deyək ki, Nazim iştirak etmək istəmir, Məhəmməd iştirak edəcək. Məhəmməd, Gülcan, Abbas, kimlər ki iştirak edəcək, onların adlarını seçir şagird. Daha doğrusu müəllimə. Seçir. Aha, gördünüz. Bu müəllimə 13 şagird oldu. 13 şagird 10 manatdan 130 manat etdi. Buradan daha sonra ala basırsınız. Ala basdıqdan sonra burada gördünüz qənaət 91 manat. Yəni burada bütün detallarda görünür. Şərtlər və qaydalar məxfilik siyasəti ilə razıyama basırsınız. İndi ödəyə basırsınız. İndi ödəyə basdıqda bu kart məlumatlarınızı doldurursunuz. Kartınızın rəqəmini, bitmə tarixi ili və təhlükəsizlik kodunuzu. Kartın üzərində 3 rəqəmli təhlükəsizlik kodu var ki, onu sizdən başqa heç kim bilmir. Bura daxil edirsiniz ki, bank bilir ki, siz həqiqətən siz özünüz ödəniş etmək istəyirsiniz və təsdiqləyirsiniz. Təsdiqlədikdən sonra artıq biletlərinizi almış sayılırsınız. Noyabrın 10-da final mərhələsi aktivləşəcək. Daha sonra eyni qaydada şagirdlər profillərinə daxil olub, eyni iştirakçı kodu şifrələrinə final mərhələsində iştirak edəcəklər.